Orta gün davam edir. Prezident İlham Əliyevin çıxışı Azərbaycanın son 20 ildə həyata keçirdiyi geniş miqyaslı infrastruktur layihələrinin məntiqi davamı kimi su təhlükəsizliyi məsələlərinin dövlət siyasətində prioritet yer tutduğunu bir daha nümayiş etdirir. Xüsusilə Bakı şəhəri və Abşeron yarımadasının içməli su ilə dayanıqlı təminatı uzun illərdir aktual problem olaraq qalırdı. Elə hazırda biz də studiyada mövzunu bu istiqamətdə davam etdiririk. Qonaqlarım Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyəti sədrinin müşaviri Aydın Abbasov və İqtisadi Saatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri Təranə Salıfovadır. Hər ikinizi studiyamızda salamlayıram və ümid edirəm ki, izləyicilərimizi də maraqlandıran suallara biz elə sizin vasitənizlə cavab tapacağıq. Təranə xanım, mən öncə sizdən başlamaq istəyirəm. Çünki məhz dövlət proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə həvalə olunub. Ümumiyyətlə, bu çərçivədə monitorinq və qiymətləndirmə prosesi hansı formada həyata keçiriləcək? Çox sağ olun, dəvətinizə görə təşəkkür edirəm. Bəli, dünən sizin də qeyd etdiyiniz kimi Cənab Prezidentin sədrliyi ilə keçirilən müşavirə eyni zamanda da qeyd etdiyimiz dövlət proqramının qəbulu bir daha onu göstərdi ki, su təminatı, kanalizasiya və suvarma layihələri diqqət mərkəzində duran əhəmiyyətli infrastruktur layihələrindəndir. Biz deməli Cənab Prezidentin müvafiq sərəncamı ilə proqramın monitorinq və qiymətləndirməsini həyata keçirəcəyik və bizdə belə deyim, mərkəz tərəfindən monitorinqə həyata keçirilən digər proqramlarda olduğu kimi bu sözügedən proqramı da vahid elektron hesabatlıq portalı üzərindən monitorinqini aparacağıq. Bu portal bizə operativ şəkildə, real rejimdə və şəffaflıq şəraitində monitorinqin aparılmasına, belə deyim, dəstək göstərən bir resursdur. Eyni zamanda bizim qarşımızda duran, təbii ki, əsas icraçı qurumlarla birgə qarşımızda duran əsas addımlardan biri indikativ planlaşmanın aparılmasıdır. İndikativ planlaşma dedikdə, məsələn, belə bir nümunə göstərə bilərəm ki, dövlət proqramında nəzərdə tutulur ki, əhalinin içməli su ilə təminat səviyyəsinin 95%-ə çatdırılması, hansı ki, cari dövr, biz buna baza ili deyirik, 70% ətrafındadır. Biz artıq əsas icraçı qurumla proqramın əhatə etdiyi müddət, yəni 26-35-ci illər üzrə, hər il üzrə müəyyən hədəflərin qoyulması və belə deyək, ilin sonunda artıq monitorinq zamanı bu hədəflərə hansı dərəcədə nail olundu, nail olunmadısa da problemlər, risklər nədən ibarətdir? Bu formada monitorinq və qiymətləndirməni həyata keçiririk. Eyni zamanda bu göstərdiyim nümunə digər, belə deyək, hədəf göstəricilərinə də aiddir. Digər qeyd etmək istədiyim bir məsələ odur ki, dövlət proqramında nəzərdə tutulan, dünən Cənab Prezident də qeyd etdi, geniş miqyaslı infrastruktur layihələri vardır ki, biz bu layihələrin qiymətləndirməsini isə ayrıca bir modul, layihə idarə etmə modulu üzərindən həyata keçiririk. Bu modul isə bizə imkan verir ki, həyata keçirilən layihələrin cari icra vəziyyəti, eyni zamanda maliyyə və fiziki tərəqqisini real vaxt rejimində ölçə bilək, mərkəzləşmiş sistemli bir, belə deyək, databaza əlimizdə yaranmış olur ki, bu da daha sonraki mərhələdə layihələrin deməli icra müddətinə uyğun və büdcəyə uyğun həyata keçirilməsi ilə bağlı, belə deyim, məlumatları təhlil etmək üçün bizə imkan yaradır. Ümumilikdə isə Cənab Prezidentin tapşırığına əsasən dövlət proqramı ildə bir dəfə mərkəz tərəfindən monitorinq olunacaq və yekun hesabat hökumətə təqdim olunacaq. Təşəkkür edirəm Təranə xanım. Aydın müəllim, Bakı şəhəri və Abşeron yarımadasında istəyərəm bu su infrastrukturu ilə bağlı biz bunu 3 kateqoriyaya böləcəyik. Su təchizatı, tullantı və yağış suları. Öncə istəyirəm su təchizatından başlayaq. Çünki artıq 2026-2035-ci illəri əhatə edən dövlət proqramı var və bu dövlət proqramını əvvəlki illərdən nə ilə fərqlənəcək? Amma öncə su təchizatı ilə bağlı başlayaq. Çünki bununla da bağlı müəyyən suallar yaranır. Tez-tez filan ərazilərdə su yoxdur. Bu tipli biz çağırışlar alırıq. Bunların tam aradan qaldırılması mümkün olacaqmı? Çox sağ olun dəvətinizə görə və sualınıza görə. Mən hesab edirəm ki, bizim bugün ən aktual məsələlər hər bir Azərbaycan vətəndaşı qarşısında olunda və Cənab Prezidentin həmişə hakimiyyət dövründə, istər ilon dövründə, istər öz idarəçilik dövründə əhalinin sosial tələbatın ödənilməsi və inkişafı daima diqqət mərkəzində olubdur.
Bu proqramın inkişafı programında sudun su təchizatının əhalinin təmin edilməsi, tullantı sular sistemlərinin təchiz olunması şəbəkələrinin, digər yağış sularının və səbəblərin idarə olunmasının, təminatının yaxşılaşdırılması artıq Azərbaycan müstəqillik illəri qəbul olunandan sonra ilk investisiyanı Ulu Öndər 98-ci ildə Bakı şəhərinin Abşeron yarımadasının su təchizatı sisteminə ilk investisiyanı ölkəyə qoyulan, yəni bu Ulu Öndərdən qoyulmuş imdi. İlkin onu gətirib qoyub sistemlərini qurub. İkinci pillədə Cənab Prezidentimiz 2006-cı ildə hakimiyyət dövründə bizim deməli Oğuz Qəbələ üçün Bakı şəhərinin su təchizatının sistemlərini yaxşılaşdırması və suyun keyfiyyətli təminatının təmin edilməsi üçün Oğuz Qəbələ su kəmərinin Bakı şəhərinə qısa müddətdə 2010-cu ilin dekabrın axırında buraxılması təmin edib. Üçüncü mərhələdə Bakı şəhərinin inkişafını, sürətlə inkişafını və tələbatı qarşılamaq üçün Ceyranbatan su təmizləyici qurğularında gücü 6,6 kub saniyə günü 570 min kubmetr sutkalıq gücü olan və Avropada ən inkişafı olan pillədə olan butrosüzgəc qurğularının tikilir və su sistəminə verilir. Yəni bunu demək istəyirəm ki, bu günə gələn suallar əvvəllərdən işləyə gəlinib və 2012-ci ildə Bakı şəhərinin o vaxtı şəhərin inkişaf planına uyğun olaraq master planı işlənilib. Beynəlxalq təşkilatların cəlb olunması, o proqram çərçivəsində bir neçə infrastruktur layihələrimiz icra olunub. Həmin Bakı şəhərinin siz görürsünüz ki, Bakı və Bəti ətraf qəsəbələrinin son 20-30 ildə sürətli inkişafı, əhali sıxlığının toplanması və digər problemlər və ən başlıcası Bakı ətrafında siz bilirsiniz ki, 90-cı illərdə biz Qarabağ fəlakətini yaşamışıq və insanların çoxlu sürətlə Bakı ətrafında məskunlaşması, infrastrukturun inkişaf elətdirməsi xidmətində müəyyən problemlər yaradıb və bugün onun bir bariz görüntüləri var. Bu problemlərin aradan qaldırmaq üçün ilkin addımlar 2018-ci ildə su ehtiyatlarının səmərəli istifadə olunmasına aid Cənab Prezidentin iyul ayının 27-sində 2178 nömrəli sərəncamı imzalayıb. Bu sərəncamın əsas mənası birinci, ölkədə ilk olaraq milli su strategiyanın hazırlanması, ikinci deməli burada su ehtiyatlarının qiymətləndirilməsi, iqlim dəyişiklikləri, digər faktorlar nəzərə alınması, elektron su təsərrüfat balansının yaradılması, tək Abşeron yarımı ölkə üzrəsinin su ehtiyatlarının deməli qiymətləndirməsi və mühafizə işlərinin gücləndirməsi, iqlim təsirini və alternativ su mənbələrinin yaradılması proqramının ilkin oradan qoyulub. Həmin fərmanın 2-4 bəndinə uyğun olaraq 2024-cü ildə Milli Su Strategiyası qəbul olundu. Milli Su Strategiyası 3 mərhələdən ibarət qoyulub. Deməli, birinci mərhələdə 2024-27-ci illəri əhatə edir və bu mərhələlərdə zəruri infrastrukturun qurulması. Bu nə deməkdir? Bütün su ehtiyatlarının ölkədə formallaşması, istifadəsi müxtəlif qurumlarda bölünmüşdür. Bunun vahid əldə, vahid sistem şəklində qurulması və inteqrasiyalı idarə edilməsinin infrastrukturunun qurulması. Artıq bugün fəxrlə deyə bilər ki, bu infrastrukturun 2 addım atılıb və bu infrastruktur quruldu. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradıldı. Agentlik nəzdində bütün su ehtiyatlarının ölkə üzrə formalaşan su ehtiyatlarının öyrənilməsi, su ehtiyatlarının balansının çıxarılması, rəqəmsal sistemlərin yerləşdirilməsi, su ehtiyatlarının idarə etmənin təkmilləşdirilməsi strukturunun artıq bu etapları 2 ildir gedir. Bu şeylərin bu 2-ci ildir gedir. İkinci mərhələdə bu infrastruktur yaradılandan sonra əhalinin su təchizatıdır, istəyir mənbələrdə, istəyir daşınmalarda, istəyir paylanmalarda, istəyir tullantıların təmizlənməsində sanitar təhlükəsizliyin, təmiz su, təmiz həyat və iqlim dəyişikliklərinin təsirini qabaqlamaq üçün tədbirlərin həyata keçirilməsi, mübarizə proqramlarının nəzərdə tutulmasının gətirilməsi və ən üçüncü etap bizim bu sistemdə nəzərdə tutulan dəniz və torpaq ekosistemin də sağlamlaşdırılması bu sahədə görünür. Üçüncü mərhələsi bunun 30-cu, 34-cü illərdə bu proqramlarda deməli hidrotexniki qurğuların vahid mərkəzdən idarə olunması və burada proqnozun bütün o məlumatların verilməsi, bütün kadastrlaşması,
bütün proqramlar artıq kadastr şəklində artıq bu işə başlamışıq. O müddətə kimi bunlar hamısı aparılmalıdır. Rəqəmsal su sisteminin yaradılmasıdır bu sistemlərdə və dünya praktikasına uyğun olaraq deməli sistemin aktuallaşdırmasıdır. Bax, bu problemlər işlənilib, hazırlanıb, baxıla və dünənki müşavirəyə Abşeron bu problemlər içərisində ən aktual Azərbaycanda olan deməli bugün Abşeron yarımadasının içməli su təchizatının təmin olunması, mövcud problemin aradan qaldırılması bu saydığım proqramlar çərçivəsində Azərbaycanda olan mütəxəssislər, aidiyyəti qurumlar və beynəlxalq təşkilatlar və Azərbaycanda olan şirkətlərlə birgə bütün bu su ehtiyatlarının qiymətləndirilməsi, içməli su faktorunun istifadə təmizlənməsi və daşınması üçün Abşeron yarımadası üçün mövcud qurğuların bütün texniki vəziyyətinin qiymətləndirməsi, perspektiv inkişafa olan, inkişaf nəzərə alınaraq 35-ci, 40-45-ci illərə kimi tələbat nəzərə alınmaq və bugün Bakının mövcud infrastrukturu yaşayışına uyğun olaraq və perspektiv planlama yeni şəhər baş planına uyğun olaraq inkişaf edilib və sadalanan su təchizatı, tullantısı formalaşan tullantı sular və yağış sularının idarə olunmasının platforması üçün biz sənədlər işləyib cənab prezidentə təqdim olunub və dünən çox şükürlər olsun ki, bunun geniş müzakirəsi oldu və cənab prezident orada qeyd etdi ki, hansıdır. Bu proqramlar çərçivəsində bunlar olunandan sonra bu proqramın təminatında Bakı şəhərinin deməli bu mərhələlər üzrə birinci növbədə içməli su mənbələrinin qiymətləndirmələrinin tam geniş şəkildə layihələrin işlənilməsi, artıq o işlənmələrə start verilib. Su daşınma kəmərlərinin yenidən qurulması, paylayıcı şəbəkələrin mövcud şəraitə uyğun və perspektiv inkişaf nəzərə alınmaqla layihələndirməsi və tikintisinin sürətləndirməsi və Bakı şəhərinin su ehtiyatlarının o pik momentlərində qarşılanması daxil olmaqla su gətirici xətləri və mənbələrin dayanıqlığını. Bir dənə burada əsas platforma problemlərindən biri Bakını təmin edən su ehtiyatlarımızın, əsasən gətirici su ehtiyatlarımızın tranzit çaylar hesabınadır. Yəni qonşu ölkələrdən və yeraltı su ehtiyatımızdan bir hissəsi şorlar, bir də səhərdə. Bu ehtiyatların alternativi olaraq dəniz suyunun duzsuzlaşdırılması və istifadə olunması, bu mənbələrdən suyun gətirdiyimiz sudan maksimum itkisiz istifadə olunması proqramda əsas prioritet məsələlərdən biridir. Artıq bu layihələrin bir neçəsinə start verilib. İçməli su təchizatının bu layihənin əsas məqsədi, bir də deyirəm, Bakı şəhərinin gələcək perspektiv inkişafı nəzərə alınmaqla mənbədə iqlim dəyişikliklərinin təsiri, tranzit çayların, yeraltı suların təsiri nəzərə alınmaqla alternativ su mənbələri təminatı, alternativ su mənbələri daxil olmaq təminatı, dayanıqlı qurğu sisteminin daha da inkişaf elətdirməsi o sadalığımızın və beynəlxalq təcrübəyə uyğun olaraq smart idarə etmə sisteminə cavab verən içməli su təchizat sisteminin Bakı şəhərində 100% əlçatanlığın təmin edilməsi və əhalinin su kanalizasiya sistemlərinin 100% çatdırılması təmin edəcəkdir. Bu proqramın mahiyyəti qabaqki proqramlardan olaraq və bu proqramların icrasının əsas səbəbləri bilirsiniz, böyük vəsait qoymudur və cənab prezidentin dəstəkliyi ilə əsas qurğuların şəbəkənin böyük vəsaiti də yəqin ki, xarici investisiyalar və xarici mütəxəssislərin cəlb olunmasından bu işlərə artıq başlanılmışdır. Aydın mən, birazdan biz sizinlə tullantı və yağış suları ilə bağlı problemləri dilə gətirəcək və belə başa düşdüm ki, məhz bu proqramda sizin sadaladıqlarınız yaxın vaxtlarda bir çox su problemlərini də aradan qaldıracaq. Çünki adətən yay aylarında biz daha çox rast gəlirik, insanlar müraciət edirlər ki, su yoxdur, biz şəxs olaraq su alırıq pulla. Yəqin ki, bu məsələlər də ümid edirik ki, aradan qaldırılacaq. Bu proqram çərçivəsində mahiyyətcə Bakı şəhərinin ətrafında olan 64 qəsəbənin daxil olmaq cənab prezident təmiz, orada yaşayış sahələri, kəndlərin, qəsəbələrin çoxsu hələ yaşayış statusu yoxdur. O problemlərin nəzərə alınmaqla statusla 64 kənd və qəsəbənin su kanalizasiya sistemlərinin yerindən qurulması, Bakının mərkəzi hissələri və yeni baş planına uyğun olaraq infrastrukturun tam yenilənməsi,
orada su mənbələri, gətirici xətlər, mərkəzi su anbarları, hövzələr üzrə paylayıcı su şəbəkələrinin yaradılması və ən başlıcası sistemin avtomatik idarə etmə mərkəzi dispetçer xidməti və əlaqədar qurumlarla əlaqələndirilməsi sistemi bu platformanın əsas şərtlərindən biridir. Həm də anlaşıldı ki, artıq həm də su itkiləri də yavaş-yavaş aradan qaldırılacaq. Bu su itkiləri bu proqramlar layihə çərçivə olunanda minimum dünya praktikasında göstərilən səviyyəsi təmin ediləcəkdir. Aha. Təşəkkür edirəm sizə Aydın müəllim. Təranə xanım, ümumiyyətlə dövlət proqramının əsas məqsəd və hədəfləri nədən ibarətdir və bu məqsədlərə nail olmaq üçün proqram çərçivəsində hansı mühüm tədbirlər və layihələrin icrası nəzərdə tutulur? Təbii ki, burada ölkənin sosial-iqtisadi inkişafına necə qiymətləndirilməsi, necə təsir göstərməsi də maraqlıdır. Ümumilikdə Aydın müəllim bir çox məsələlərə toxundu. Mən proqramın məqsədini belə ümumiləşdirərək qeyd etmək istərdim ki, əsas məqsəd təbii ki, su təchizatının yaxşılaşdırılması və ekoloji cəhətdən təhlükəsiz belə deyim hala gətirilməsidir. Və Aydın müəllim ümumi milli su strategiyasından başlayaraq mərhələləri qeyd etdi. Mən istərdim ki, sırf dövlət proqramının özünün iki mərhələsini qeyd edim ki, hansı ki qeyd olundu ki, 2 mərhələdə aparılacaq. Bu birinci mərhələ 26-30-cu illəri əhatə edir. Hansı ki, bu mərhələdə mövcud su demək və kanalizasiya sistemlərinin yenidən qurulması, təmiri və s. nəzərdə tutulur və eyni zamanda bu mərhələdə həm də ağıllı deməli şəbəkələrdən istifadə, həmçinin deməli rəqəmsallaşmanın artırılması, yeni bəli smart sistemlər, hansı ki, bu elə milli su strategiyasında artıq SCADA sisteminin demək tətbiqi ilə bağlı da Aydın müəllim daha yaxşı məlumatlar, daha doğrusu işlər görülür və eyni zamanda da itkilərin qarşısının alınması üçün yeni texnoloji, innovativ həllərin belə deyək nəzərdən keçirilməsi qeyd olunub və ikinci mərhələ artıq bu 31-36-cı illəri hansı ki ikinci demək belə dövrü əhatə edir ki, burada artıq yeni deməli su anbarları, nasos stansiyalarının qurulması nəzərdən keçiriləcək ki, bu da qeyd etdiyimiz kimi istər əhalinin demək kanalizasiya xidmətləri ilə təmin olunma faizi, istər içməli fasiləsiz, daha doğrusu fasiləsiz içməli su ilə təmin olunma səviyyəsinin belə deyim qarşıya qoyulan hədəflərə çatmasına nail olunacaq ki, hansı ki hər iki hədəf üzrə deməli hədəflənir ki 95%-ə çatdırılsın. Məsələn, itkilərlə bağlı hədəflərə baxsaq, mən əslində nəyə görə daha çox hədəflərdən danışıram? Çünki biz monitorinq və qiymətləndirməni birbaşa ölçülə bilən hədəflər, indikatorlar üzərindən aparırıq. Məsələn, dünən cənab prezidentlə müşavirədə qeyd etdi ki, itkilərlə bağlı hal-hazırda demək 40% ətrafındadır. Hansı ki, bu da hədəflənir. 36-cı belə deyək də 36-cı ilin sonuna, dövlət proqramının sonuna doğru deməli 30%-ə ən belə aşağı hədd kimi, daha doğrusu yuxarı hədd kimi çatdırılma hədəflənir. Bəli, ən az 2 dəfə azaldılması nəzərdən keçiriləcək. Və mən Aydın müəllimin demək qeyd etdiklərinə əlavə olaraq onu bildirmək istərdim ki, bu proqramın bir əhəmiyyəti də ondan ibarətdir ki, bizim belə ölkənin belə deyək su mənbələrimiz əsasən xaricdə formalaşır. Hansı ki, bu Araz çayı, Kür çayı və Samur çayıdır. Düzdür, bizim azad olunmuş ərazilərdə aparılan işlər, hansı ki, azad olunmuş ərazilərdə də su ehtiyatlarımızın mənbələrinin daha doğrusu 1/4 yerləşirdi. Aparılan geniş miqyaslı işlər nəticəsində artıq biz müəyyən dərəcədə bu problemi belə deyim həll etmiş oluruq. Hansı ki, başda su qovşan və sərsəng su anbarları olmaqla artıq 4 su anbarı belə deyək istismara verilmişdir. Ümumilikdə isə bu qeyd etdiklərim proqramın bir daha əhəmiyyətini belə deyək göstərmiş olur. Təşəkkür edirəm Təranə xanım. Aydın müəllim, biraz öncə mən qeyd elədim, tullantı və yağış suları ilə bağlı istərdim biz məsələyə qayıdaq. Çünki əsas problemlərdən biri də bildiyiniz kimi yağış suları ilə bağlıdır. Buna bağlı çox suallar verilir. Ümumiyyətlə, yağış sularından sonra yaranan problemləri necə aradan qaldırmaq olar? Eyni zamanda bir sonra bu kanalizasiya sistemlərində yaranan problemlər və bu da çox saylı müraciətlərin ünvanlanmasına gətirib çıxarır. Mən ilkində qeyd etdim ki, hansı proqramlar bizdə qəbul olunub. 2022-26-cı illərdə də sosial-iqtisadi inkişaf proqramı 33-70 sərəncam var. Orada da deməli kanalizasiya sistemlərinin yenidən qurulması, su itkilərinin 50% aşağı salınması və digər proqramlarda bu proqramın prioritetləridir. Zaman azlığı üçün mən onları da detalını xırdalamadım. Burada problemlərin biri budur ki, siz bilirsiniz ki, Bakının kanalizasiya sistemlərinin qurulması ötən əsrlərdən başlayıb.
ötən əsrlər yox, elə 1900-cu illərin əvvəllərində ilkin kanalizasiya sistemləri, neft sektoru və Bakı mərkəzə çevirisi, inkişaf strukturu orada mərkəzləşmiş kanalizasiya deyə yaxarlar sistemi qurulmasını qurulub. Bakının inkişaf dövrünə uyğun olaraq əsas Bakının iç Bakı deyək də, bu dəniz qırağı, sahil, orada müəyyən işlərin qurulması 70-ci illərdən sonra ciddi inkişaf olub. Bu sahil kollektorunun çəkilməsi, sənaye kollektorlarının çəkilməsi, 8-ci kilometr tikintisi olan ərazilər, digər kollektorların çəkilməsi və şəhərin inkişafı. Və bunlar içərisində vaxtilə həmin planlı şəkildə şəhər istifadə edib, bu quruluş sistemi dəyişməyənə kimi orada sürətli belə yaşayış yox, planlı olduğu üçün o sistem bəs edirdi. Amma 840 min hövsanın qurğusu hələ bugünkü gündə o şeylə bu ətraf inkişaflar olmasaydı bəs edici sistem idi və daşıyıcı sistemlə. Amma həyat dəyişir, yaşayış dəyişir, infrastruktur sürətlə dəyişir, inkişafları getdi və bu inkişaf... Kanalizasiya problemləri sanki daha da çoxalır. Yox, daha çoxalmağının səbəbi Bakının baxsaz bir hissəsi, mərkəzi hissələrdə baxsan, yüksək mərtəbələr və aşağı mərtəbələr, zonalar müxtəlif idi. Artıq görürsünüz ki, Bakı tamamilə yüksək mərtəbəli evlərlə daha orada sıxlıq artır. Yəni düşünürsünüz ki, problem kanalizasiyaların daşınması, yol infrastrukturu genişlərin orada formalaşan sular yaşayışın, həmin suların artımı, sürətli bu tikinti sektorunun inkişaf etməsi və yeni yaşayış vaxtı ilə nəzərdə tutulmayan ərazilərdə tutaq ki, bax bu indi Ağşəhər deyirik, Yasamal Qanlı Göl ərazisidir, Medaların ərazisi, digər ərazilərdə sürətlə yaşayışların artırılması və böyük infrastrukturun yaradılması mövcud kanalizasiya sistemlərinin, daşıma sistemlərinə ciddi təsir göstərdi. Bu birinci faktor. İkinci faktor küçə prospektlərin genişlənməsi, o həcm suların daşınması üçün də mövcud infrastrukturun dəyişməsi, o inkişaf proqramına uyğun təmin edilmədiyinə görə o da böyük vəsait iqtisadiyyat tələb edir. O proqramlara uyğun onun çatdırılmaması üçün bugün o problemlər formallaşır. Bunun əsas təkanlar başlayıb, əsasən açığın deyək ki, böyük iqtisadiyyatımız imkan verdikcə 2011, 12, 13-cü və bu illərdə başlayıb və dövlət proqramlarında da bunlara verilməyən strukturlar başlayıb. Artıq bax, Bakı şəhərində bugün son bir ildə o yağıntıların təsiri faktoru daha çox oldu və ictimaiyyətdə daha çox gərginliyə səbəb oldu. Həm yağış, həm tullantı sularda artıq 7 dənə su daşıyıcı kollektorun 4-ündə layihələr icra olunur. Sahil kollektorundadır, sənaye kollektorudur, ən böyük Ziya Bünyadov Fövsan kollektorudur və bu yaxınlarda bir hadisə olub olan yerdə o xəttin artıq dəyişdirilməsi təmin edilib. Yəni bu istiqamətlərdə işlər və bunlarla bərabər bu işlərin başlanmasına baxmayaraq hökumətin tapşırığı ilə problemin köklü şəkildə, prioritetli şəkildə həll olunması üçün biz son bir ildə ciddi aidiyyatı mütəxəssislərin, istəyir iqtisadi inkişafdan, istəyir təhlil mərkəzi, istəyir xarici mütəxəssislərdən və beynəlxalq institutların iştirakindən monitorinqlər, qiymətləndirmələr, tullantı su sistemlərinin, yağış sularının, Bakı şəhərinin inkişaf strukturu, şəhər sərmaktörünün mükəmməl şəkildə proqramlar işlədik, hazırladıq və bu təkliflərin ilkin olaraq bax, bu proqramın qəbul olunması üçün artıq dövlət sağ olsun bizə dəstək verdi. O işləri, təxirə salınmaz işlərin görülməsi, tunellərdə suyun yığılmasının atılması üçün kanalizasiyalarda əsas proqram icra olunana kimi müvəqqəti yüklərin götürülməsi üçün startlar verilib. Bu işlər gedir və idarə etmənin də təkmilləşdirilməsi və mərkəzləşməsi bir sistem icra olunması bu da təkan verdi bizim üstə. Və bu proqramda da əsas məqsəd hökumətə təqdim olunan, cənab prezident təqdim olunan proqram bu yaxın 25-30 ilin perspektiv inkişafı nəzərə almaqla formalaşan bütün tullantı suların əhalinin tələbatını, su tələbatına uyğun olan təminatla formalaşan həcm, tutaq ki 100 kub su verilirsə əhaliyə, tutaq ki 100 milyon kub, tutaq ki 30 milyon, 40 milyon kub, onun 80% tullantı suda formalaşır. Plus yağıntı, plus 20-25% ehtiyatla kanalizasiya sistemlərinin, o plus iqtisadi rifah və inkişafa uyğun olaraq strukturların yaradılması nəzərə alınmaqla bu platformada, layihələrdə yeni qurulan, artıq başlanılan şəbəkələr bunlar nəzərə alınır. Deməli, həmin bu sistemlər qurulandan sonra tullantı su təmizləyici qurulan. Birinci növbədə görürsünüz, su toplayıcı kəmərlər tikilir.
su ötürücü kəmərlər və sonra əsas prioritetlərdən biri də bu suların tam təmizlənib Xəzər dərinin ekoloji mühafizəsinin təmin edilməsi proqramıdır. Bugün bizdə Hövsan var, 840 min gücü olan su təmizləyici qurğumuz var. Pirşağanı bu yaxınlarda buraxmışıq və onun inkişə. Buzovnada tutulan su təmizləmirik, Löyhbətanda başlamışıq tikintiyə, Böyükşor gölü ətrafında. Bunlar da nəzərə bu platformada, bunlar tikintisindən birinci orada təmizlənən, formallaşan suyun hamısını formal axıdandan sonra həmin suyun ən prioritetli məsələ təmizlənib ekoloji təmizliyin təmin və təkrar istifadəsinin texniki məqsədlərindən və Bakının ətrafında olan bizim süni göllərimiz var. Böyükşor gölümüzdür, Xocasən gölümüzdür, Bülbülə gölümüz, digər göllərin də ekoloji vəziyyətin tarazlaşması və bu təmiz sulardan bir hissəsi həmin mühitin saxlanması və texniki məqsədlərin istifadəsini təmin edəcək. Bu proqramın digər proqramların fərqi odur ki, bu hər hansı bir hissənin məsələsini həll etmir. Bu, Abşeron yarımadasının kompleks qarşısında duran içməli su təchizatı, turlantı su, yağış sularının tam təmin olunması və əlçatanlığın su sistemləri 100%, kanal sistemində 95 niyə deyirik? Çünki nə inirsən elə inkişaf olacaq. Amma Aydın müəllim, biraz öncə siz qeyd edədiniz ki, məhz bu kanalizasiya xətləri Azərbaycanda hətta bir əsr bundan əvvəl qeyd edədiniz ki, çəkilib. Amma mən biraz öncə qeyd edim ki, nə qədər inkişaf olsa da problemlər də çoxalır və sizcə bundan sonra sizin bu qeyd elədikləriniz, görülən işlər əvvəlki kanalizasiya xətlərindən nə ilə fərqlənəcək? Nə ilə fərqlənəcək? Birincisi, bugün mövcud kanalizasiya sistemlərinin istismar müddətinin 70% istismar müddətini başa vurur. Bu bir. Yəni bu vaxt alacaq sizcə onları yeniləmək? İndi ikinci yeni yaradılan sistemlərdə qoyulan sistemlər minimum 80-100 il işləyəcək. Bu sistemlərdə o seçilmə material seçimləri var. Orada çox diqqət, artıq texnologiyalar inkişaf eləyib. İkinci, burada idarə etmə kanalizasiya axarlarının idarə edilməsi ağıllı sistemlə qoşulub istədir. Orada axımlığa, pik momentin idarə olunmasında, su götürücü xətlərin məhsuldarlığını yükə uyğun tənzimləməsində bu böyük faktordur kanalizasiya sistemlərində. Bax, bu onunla ikinci material keyfiyyətinin yüksək aparılmasında idarə etmə sisteminin görünümdə bir də ən başlıcası bizim ən böyük problemimiz bugün yağış infrastrukturu suyu olmasa, yağış sularının məişət sulara qarşı baxıdılmasına, təmizləməsində ciddi problemlərimiz yaşayır. Tək o suyun Bu problemlərin aradan qaldırılması üçün nələr edilməlidir? Çünki çox ciddi məsələdir. Əgər biz məişət sularından danışırıqsa, onların çirkəb suları ilə qarışması, bu həm də sizcə su israfına yol açırmı? Ona da gəlib deyim. Deməli, onda ikinci sual bizim bu layihədə kanalizasiya, məişət turlantı sularının, yağış sularının ayrıca yol infrastrukturunda ayrı, yaşayış ərazisində ayrı olunması maksimum prioritetlərdən biri də budur. Bu sular ayrılmalıdır. Bu suların ayrılanda təmizləmə texnologiyası da onların müxtəlifdir. Həmin suların, yağış sularının təmizlənməsi və təkrar texniki məqsəddən istifadəsi, süni göllərinin saxlanması və ekoloji mühitimizin və dənizə atılmasına təmizlənmə su yaradacaq. Turlantı suyun da həmin şəkildə təmizlənməsini və təkrar istifadəsi artıq biz pilot layihəmiz var. Bəli, çünki dünya təcrübəsində də var. Yox, biz pilot layihəmizdə var. Hövsandan təmizlənən suyun bir hissəsi yol ətrafı müəyyən yerlərin yaşıllıqlarının sulanmasını yoxlamış. Artıq o texnologiyada o da varacaq. Deməli, biz nə edirik? Turlantı sudan da səmərəli istifadəni etmək, şəbəkənin içməli suda yaradılması, turlantı su şəbəkələrinin insanlar məsrəfləri, itki məsrəfləri azalananda, oğurluq azalananda, oğurluqlar var bugün bizim sistemlərin zadında, bunu dəqiq gərək bilək. Həmin sistemlərdə su sərfiyyatı da düşəcək. Sudan kənardan qoşulmalar, qanuni qoşulmalar olmur, qeyri-qanuni bu ətrafda yaşayış təvərəkəndə salıb məcburi qoşur. O sistemlərin raşotu ona görə hamısına o infrastrukturu yaradılacaq ki, onda suyun gətirilən sudan da səmərəli istifadə olunmaqla qlobal su problemini də həll edəcək. İkinci də ki, ən böyük problemlərdən bugün biri də prioritet məsələlər. Bilirsiniz, Bakıya su kənardan gəlir hamısı. Özünü su yox. Həmin turlantı suların, yağış suları olsun, onların təkrar istifadəsi və müəyyən şirin su ehtiyatlarının artırılması texnologiya istiqamətlərində də bu prioritetlər burada nəzərə alınır, aparılacaq. Yağış sularının individual şəkildə küçələrdən, bizdə Bakıda yağış sularından başqa drenaj suları var.
metrodur, digər həmin sular da bu yağış sularının içərisində nəzərdə tutulacaq. Onların toplanması, sərbəst paralel axıdılması, o sistemlərə nəzarətin olunması, avtomatik idarəetmə sistemlərinin qurulması, təmizlənməsi və mümkün qədər imkan olan yerlərdə təkrar istifadəsi imkanları bizim prioritet. Bunun üçün bir neçə təşkilatlarla, hətta beynəlxalq təşkilatlarla bu sahələrdə ciddi araşdırmaların və bizim institutumuz var. Elmi Tədqiqat İnstitutunda bu şeylərin araşdırılması ciddi əhəmiyyət daşıyır. Təşəkkür edirəm Aydın müəllim. Təranə xanım, deməli 2024-cü ildə qəbul edilmiş Milli Su Strategiyasının monitorinq və qiymətləndirilməsi də məhz elə sizin mərkəz tərəfindən həyata keçirilir. Yəni bu strategiyanın icrası çərçivəsində artıq siz müəyyən işlər də aparırsınız. Yəni bilmək istərdik ki, hər iki strateji sənədin əlaqəli icrası hansı tövbələri verəcək və gözləntilər nədən ibarətdir? Əslində Aydın müəllim Milli Su Strategiyasına da müəyyən qədər toxundu. Bəli, bu strategiya 2024-cü ildə cənab prezidentin 10 oktyabr tarixli sərəncamı ilə qəbul edilmişdi və tapşırıq, daha doğrusu Milli Su Strategiyasının monitorinq və qiymətləndirilməsi də hazırda mərkəz tərəfindən aparılır və ilk öncə onu qeyd edim ki, Milli Su Strategiyası həm rüblük əsasda monitorinq olunur, eyni zamanda da illik, bəli, yarım illik və illik əsasda monitorinq olunur. Və məsələn, ötən il Aydın müəllimdə məlumatlıdır ki, mərkəz yalnız belə deyim, elektron sistem üzərindən monitorinq yox, bu hesabatlıqdan əlavə yerində monitorinqlər, bəli, yerində monitorinqlər də aparmışdı. Bir çox deməli azad olmuş ərazilər daxil olmaqla regionlarda bu zaman 35 rayonu, bəli, 35 rayonun belə deyək, hidrotexniki qurğulardan tutmuş, belə deyək, infrastruktur layihələrinə, demək, hər birinin yerində baxış, icra vəziyyəti, yaranmış risklər, istər tutaq ki, müəyyən kanallar vasitəsilə suyun giriş-çıxış nöqtələri ölçmə demək cihazlarının belə deyək yerləşdirilməsi və sair məsələlərdən tutmuş deməli bir çox önəmli əhəmiyyət kəsb edən risklər belə deyək aşkarlanmış və bununla bağlı ümumi bir hesabat da hazırlanıb hökumətə təqdim edilmişdi. Və biz əslində bu hər iki proqramı belə deyək hazırda qəbul olunan dövlət proqramı bəli bir-birindən əlaqəli və bir növ Milli Su Strategiyasının davamı kimi nəzərdən keçirə bilərik. Mən də qeyd etdi. Məsələn, Milli Su Strategiyasının belə deyək 24-cü noktyabrında qəbul edilib, artıq bir illik monitorinqini hal-hazırda o proses gedir, monitorinqi aparılır və bu görülmüş işlər çərçivəsində mən qeyd edə bilərəm ki, məsələn, Bakı şəhərinin əhalinin fasiləsiz içməli su ilə təminat səviyyəsi artıq 80%, regionlar üzrə bu 70%-dən yuxarı, yəni 73% ətrafında belə deyək təşkil edir. Bu hansı ki, yüksək bir belə deyək göstəricidir. Eyni zamanda məsələn Milli Su Strategiyası çərçivəsində bir məsələ də var ki, yeraltı demək su potensialının qiymətləndirilməsi ilə bağlı da hansı ki, Kəhriz kompleksində quyuların bir neçə quyunun artıq oradan hətta su nümunələri də götürülüb, müəyyən laborator analizlər də aparılmışdı. Bu da hansı ki, böyük belə deyək su ehtiyatlarına içməli su kateqoriyası, mineralına yox. Bəli, içməli su kateqoriyasına aiddir. Eyni zamanda elektron su təsərrüfat sistemi hansı ki, bununla bağlı da yeni bir proqram təminatıdır. Bu da rəqəmsallaşmanın belə deyək, rəqəmsallaşma istiqamətində görülmüş işlərdəndir ki, bu proqram təminatının da demək olar ki, istifadəyə verilməsi mərhələsindədir, belə deyək. Və ümumilikdə hər iki proqramın əlaqəli, belə deyək, sinerji halında icrası Aydın müəllimin də qeyd etdiyi problemlərin düşünürük ki, həllində böyük bir təkan verəcək. Təşəkkür edirəm. Dediyimə bir şey əlavə etmək istəyirəm. Həmin təhlillərin nəticəsi mən də iştirak etdim. Birinci olaraq o təhlil qrupasıyla birlikdə biz hökumətə tövsiyələr təqdim etdik. Tövsiyələriniz nədən ibarətdir? Tövsiyələr həmin riskli obyektlərdə birinci etapda bu tədbirlər planında hansı işlərin görülmə, hansı prioritetli layihələrin mərhələli şəkildə prioritetlərini müəyyən edib orada verilmişdir. Tutaq ki, şorlar bir şorlar su kəməri var, böyük həcmli işdir. Təsəvvür edin, su mənbəyi və 177 kilometr daşıyıcı su şəbəkələr. Biz o prioritetlərlə texniki qurumların vəziyyəti o komissiyadan
15-16 nazirliyin nümayəndələri iştirak edir. Orada prioritetləri də biz izahla verdik və verdik ki, onların bizə bugün dəstəyidir bu proqramların yaranması. Həmin dəstəkdə görsə hansı tədbirlər zəruridir. Vəsait qoyumunun həcmi də hətta yüksəksə də o prioritetləri də bax bu təhlil qrupasının birgə işləməsi. Burada bir dənə də var. Tərənə xanım mənim yadımdasın, bizim dövlət əhəmiyyətli obyekt, təhlükə potensiali dövlət əhəmiyyətli obyektlər kateqoriyası üzrə birinci növbədə o kateqoriya daşır. Yəni bu strateji dövlət həmin obyektlərdə zəruriyyət olan işlərin, layihələrin tövsiyələr və həmin bu platformada plan, bizim tədbirlər planında da o tövsiyələr əsasında proqramlar nəzərə almışıq və salmışıq. Bu onu göstərdi ki, bax bayaq dedim, idarə etmənin yaradılması, inteqrasiyalı idarə etmənin. Bax görürsən iqtisadi inkişaf, təhlil mərkəzindən, fövqəladə hallar, orada komissiya üzvləri. Biz artıq ADS olaraq bunlarla qurum şəklində birgə bu məsələdə ekologiya komitəsindən birgə qiymətləndirmələr aparır. Biri var ki, bir qurum versin. Biri də var artıq 15 qurumla birgə biz işlər aparıb və dövlətə bu sənədi təqdim edəndə müəyyən bir risklərin aradan götürülməsini həll edir. Ona görə də çox sağ olsun cənab prezident ki, bu proqrama çox diqqətlə, çox bizə inanın ki, böyük tramplin bir hərəkətin gətirilməsi. Siz təsəvvür etsiniz ki, bu layihənin icrasına hansı həcmdə vəsait qoyuluşuna dövlətimiz gedir. Bu birinci növbədə millətin sağlamlığına su təchizatı, istəyir turlant su, millətin sağlamlığına, təhlükəsizliyinə ən vacib suallardan 2 sualın həllini cənab prezident bu sualda qoydu ki, və həlli, bax bu suallar millətin birinci təminatından bərabər sağlamlıqla və təhlükəsizliyin təmin edilməsi üçün önəmli proqramdır bu. Aydın müəllim, təəssüflə bir məqamı qeyd eləyəcəm. Çünki yağış yağan kimi daha heç kim demir ki, necə də romantik yağış yağır. Ona görə ki, yağış yağan kimi bilirsiniz ki, Bakı iflic bir vəziyyətə düşür. Və leysan bu yağışlardan sonra Bakının vəziyyətini artıq hamımız təsəvvür edirik. Məhz bu problemləri aradan qaldırmaq üçün o yağış kollektorları sizcə bir kömək olacaqmı? Mən sizə deyim ki, bugün yağış kollektorlarının hansı ki şəhər infrastrukturundadır, baxsaz yol infrastrukturuna da, şəhər infrastrukturuna bugün mövcud şəbəkənin qiyməti 50% onun gücündə deyil. Açığın deyim, fekal kanalizasiya sistemləri olmasaydı daha fəlakətli olardı. Biz məcbur onlara qoşmalar keyfimizdən aparmamışıq. Məcburi qoşulmalar aparmışıq. İşimiz ağırlaşsa da məcburi qoşulmalar aparmışıq. İkinci faktor, bugün yağış sularının Bakı ətrafı qəsəbələrində, bax, birinci, ikinci faktorda müəyyən sayıları biz həll edə bildik şəhər daxilində. Həmən şəhər ətrafı qəsəbələrdə həllində niyə ciddi problemlər var? Burada vaxtı ilə inkişaf verəndə, bax, Ramanıdır, Zabratdır, Bülbülə gölünün ətrafıdır, Xocasən gölünün ətrafıdır. Göl olan hövzəsində yaşayış kompleksləri qurulub. Hələ bunun oradakı sular formalaşan kanalizasiya suyun axarları olmağına var. Həmin Abşeron yarımadasında Xırdalandan və 28 may qəsəbəsi Şamaxı yolundan bəri düşən vaxtı ilə su axarları yığılıb gəlib, Böyükşora gedən axan, Zəli gölünə axan suların yolları kəsilib yaşayış quruldu. Və bu su harasa getməlidir və infrastruktur da orada yoxdur. Bugün ən böyük şikayət Bakının mərkəzində o qəsəbələr. Bax, bizim layihənin əsas prioritetlərindən biri artıq bu yaşayış qurulub. Bu şeylər birilib. İkinci, harda çox su qurulub? Zabratdadır, Bülbülə gölünün ətrafıdır, Böyükşorun ətrafıdır. Sulu zonada, su olan, təbiət olan zona torpaqlanıb və tikintilər altında istəyir sahib gəlsin. Amma bəzən biz şəhərin mərkəzində də bunlar var. Yox, bu görürük də deyim, şəhərin mərkəzi dedim. Daşıyıcı xətlər müəyyən struktura uyğun çatdırmadığı və o qurulması təmin edilmədiyi üçün vaxtı ilə və inkişaf etdikcə yeni sahələr, yollar ki, yeni gərək yol salınaq ki, orada mən o yolların salınan yollardakı olanlar da təmin edici deyil o sahələrə uyğun yol. O faktordur. Amma ən böyük faktor, mən sizə deyirəm, Bakının ətrafıdır. Ətrafında yaradan, bax bu layihələrin əsas məqsədlərindən biri 64 kənd qəsəbə olanlardan, bir də süni göllərin mövcud göl şəraitində yaranan onun drenajı məsələsi həll olunmalıdır. Burada drenaj suları da, kanalizasiya, yəni bax bu məsələlərdə cənab prezidentin ona görə qoyduğu 3 prioritet məsələ yağış sularıdır. İstəyir Bakının mərkəzi olsun, kənarı olsun, istəyir turlantı sulardır və içməli su və sonra bunların təhlükəsizliyinin təmin edilməsi və risklərin. Və bu təhlillər
uzun müddət bu təhlillərin aparılıb. Mən hesab edirəm ki, böyük vəsait qoyuluşu buna tələb olunur. Dövlətimiz Allah qoysa buna kömək edir və ilkin proqramların layihələndirməsi işləri artıq görürsünüz gedir və sizin çəkilişlər də olur. Baxırsınız, mən hesab edirəm ki, bu mərhələli şəkildə, amma bu 3 ilin, 4 ilin məsələsi deyil. Ona görə də proqramda 36-cı illər və inkişaf o proqramlar çərçivəsində mən hesab edirəm ki, Allahın köməyi ilə bu proqramları maksimum Allah Taala bizə də kömək eləsin, dövlətimizə kömək olsun, iqtisadi durumumuzdan asılı olaraq bu problemlər maksimum həlli üçün bu proqram layihəsi nəzərdə tutulub. Amma təbii ki, bir qurum olaraq sizin də üzərinizdə çox böyük məsuliyyət. Yox, bizim bir qurum olaraq biz məsuliyyətimizi hiss edirik və aidiyyəti qurumlarla biz açıq şəkildə bax bu təhlilləri qururuq ki, tək bunu biz eləməyək. Biri də var ki, həmin dövlət qurumlarından bircə hökumətlə. Hökumətdə Şahin müəllimin rəhbərliyinin işçi koordinasiya komissiyası yaradıb. Bu komissiyada biz iştirak edirik. Bütün ildə minimum hər iclaslarda bizim bu təhlükə potensiyalı, dövlət əhəmiyyətli, bu yağış suları, kanalizasiyalar, içməli su, o proqramlar çərçivəsində koordinasiya komissiyasında işçi komissiyada müzakirələr olunur və bu müzakirələrin nəticəsidir ki, belə bir proqramın dövlət rəhbərinə təqdim etməsi məsuliyyətdir. Onun icrası da ondan da böyük məsuliyyətdir və biz də hesab edirik ki, dövlətimiz bizə bu etibarı göstərdi və bu sistemin bu proqramlara, bu vəsait qoyuluşuna gedirsə, biz bunu hökmən lazım səviyyədə həll edib və təminatı inşallah edəcəyik. Təşəkkür edirəm sizə Aydın müəllim. Təranə xanım, nəsə demək istəyirsinizmi son olaraq? Hər ikinizə təşəkkür edirəm maraqlı diskusiya üçün və düşünürəm ki, biz suallarımıza qismən də olsa cavab tapa bildik. Bir daha xatırladım ki, studiyada qonaqlarım İqtisadi İslahatların Təhlil və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri Təranə Salıhova və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyəti sədrinin müşaviri Aydın Abbasov idi. Orta gün bugünlük işini yekunlaşdırdı. Sabah görüşmək ümidi ilə hələlik. Çox sağ olun bu